Təsəvvür ki, bu 3 dəfə ailə qurub, onun qismətinə çıxıb, bilir ki, bu bunun qismətidir. Çox da ağır insan idi. Ona heç kim onun haqqında deyə bilməz ki, bu hər dəfə o zəngin ola bilər ki, bunun həyatında. Heç onu mümkün deyil. Bəlkə də evlənməyinin səbəbi o idi ki, həyatına girmişdi. Həm də subay vaxtı olmuşdu, həyatına daxil olmuşdu o qadınla da evləndi. Bu insan nə qədər də şən görünsə, bir o qədər də dərindən sınıb, sarsılıb qəlbi. Ona təsir edirdi, əlbəttə ki. Hər bir insana təsir eləyər də. Nizami hansı evə girərdisə, istər toy şənliyi olsun, istər qonaqlığa getsin, başını qaldırıb bir qadın xeylağına baxmazdı. Qətiyyən ha. Əsl Azərbaycanlı kişisi kimi özünü aparırdı hər yerdə. Ağır idi, onu güldürmək çox çətin idi. Amma gülməyi sevirdi. Çox çətin idi, həmişə də ciddi olurdu. Gözəllik aşıqı olmağı, gözəllik vurğunu olmağı, bunun çoxsunda səbəbkar elə qadınlar özləri olurdu. Nizami boybuxunlu, gözəl, yaraşıqlı kişi idi və hər yerdə də bir də gördün ki, ona yolda da gedəndə atmacalar atırdı. Bu heç dönüb bir baxmır ha, bu kimdir gedən? Qadındır, qocadır, orta yaşlıdır. Gördüm biri buna, bu Nizami Rəmzidir. Bir dəqiqə olar, saxlayırdılar bunu. Heç bir qadın deməz ki, Nizami məni dəng elədi, gəldi mənimlə tanış oldu. Belə şey mən tam məsuliyyəti ilə deyirəm ki, heç vaxt olmayıb. Əksinə, qadınlar lazım olsa mən çoxunu tanıyıram, deyə də bilərəm ki, filan vaxtı sən ona dəfələrlə xahiş elədin ki, gəl bir şəkil çəkdirək, gəl bir stəkan çay içək. Atamın anası məni böyüdüb, yəni ona məni həvalə eləyib. Mən təsəvvür eləyirdim, kaş ki, məsəl üçün, normal ailələr kimi, sinif yoldaşlarımdakı kimi gedilər evə, məsəl üçün, ataları, anaları, uşaqlar, məsəl üçün, hamısı bir yerdə. Mən bunları görməmişdim. Sonra fikirləşirəm ki, ya qurban Allaha, hərənin öz həyatı var, o da onun həyatının gözəllikləridir, rəngləridir. Yəni, o sadə insanlar kimi doğuldum, böyüdüm, məktəbə getdim, evləndim və dünyamı dəyişdim, həyatı olmuyor. İkinci yoldaşına ayrılmağının səbəbini biz bilmədik. Nənəm soruşdu, bibim soruşdu, müəmmalı qaldı. Yəni, mən bilmədiyim üçün deyə bilmərəm indi. Yenə də təqsiri mən qadınlarda görürəm. İndi nəyə görə deyirəm? Ola bilsin, qadınlar da məni nifrət bəsləyə bilərlər. Yəni, kişini kişi eləyən qadındır. Yəni, qadın mən belə başa düşürəm. Yəni, bəlkə bunun səhvi insandır, hər bir insanın səhvi ola bilir. Kişi səhv eləyibsə, qadın ona, necə deyim, bağışlamalıdır, keçməlidir. Çünki evin kişisidir bu. Səhv eləyə bilər, ola bilsin, haradasa səhv. Ona görə görükür, o qadınlar onun o səhvlərini bağışlamır. Çox ağır keçirdi. Kim dağ boyda oğlunu torpağa verəndən sonra yaxşı keçir bəlkə. Elə bil ki, Allah Taala səbir verdi. Bu kədərin qarşısında dayanmaq üçün sanki kədərinə baxdı, dedi ki, mən çox səbirlə dözəcəyəm. Qəlbimdə belə bir sözlər deyirdi ki, Allah mənə bu gözəlliyi bəxş elədi və öz yanına da apardı. Ondan gəlmişdi onsuz da bu gözəllik. Məndən çox ona aiddir, ona da getdi.